Ha, yeni oyun çıkarmışsan. Heç bir şey. İsmail'in necə oxuduğundan heç xəbərin varmı? Necə məyər? Ne diyesin belə oğula? Atasını yamanca sevindirir. Ben elə bilirdim ki, benim oğlum artık böyüyüp, bundan sonra mənə kömək olacaq. Sen deme o, tembelin biriymiş. Üstelik korkakmış da. Kıymetlerini atasından gizledir. Yok azizim, ben senin kimi korkağı tembeli özümle heç yer apara bilmərəm. Bu ne harekettir? Taksirkar özünü iki alan sen, hele bir... Yaxşı, uşağın ürəyin üzmə. Qiyamət qopmayıb ki. İki alanda ne olar? Odur kənd sovetinin oğlu Səməd 2 ildir ki bir sinifdə qalır. Heç gözünü də biləmirlər. Günü gündən də yenilənir. Yaxşısı budur, sen karışma. Ben senin hatırına değmek istemiyorum. Ancak uşağı sen körlamsan, onu erkeğin korkak tembel böyütmüsən. Sən mənim üstümə heç çığırma. Sən öz oğlumun qaydına qal. Onu yad qızının ayağına vermə. Sən də, ay Dilara xanım, ürəyin necə qıydı, dilin necə gəldi? Mən bunu ondan gizlədə bilməzdim. Buna mənim ixtiyarım yoxdur. Əlbəttə, öz doğma balan olsaydı, belə eləməzdin. Sənə nə var, yad uşağıdır da. Canım, bu sözler niye lazımdır? Sonra başa düşərsən. Bu öz qızının qaydına qalacaq. Sənin oğlun bunun nəyinə lazımdır? Bəsdir, yeter! Ortalığa ayrı seçkilik salma. Görərsən. Mən ölü, sən diri. Bundan İsmail'e ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq. Dilara, sen onun sözlerinden incime. Arif. Məyər sənin oğlun, əziz balan, mənə yad ola bilərmi? Sen onun sözlerine fikir verme. O kızının vaktsız ölümünü indiye kadar onu da bilmiş. O ölende